Bugün 4-cü gündür, bəli, mən həmişə 5-ci günlər gəlirəm, amma bugün fərqlilik oldu və bugün də sizin görüşünüzə gəlmişik dostlar. Axşamınız xeyir olsun, axşam 7-də yenidən efirdədir. Axşamınız xeyir olsun, çox istəkli tamaşaçılarımız. Bəli, bugün 4-cü gündür. Bugün çox maraqlı bir veriliş olacaq, mən əminəm. Çünki sevilən bir sənətkarımızın doğum gününü qeyd eləyəcək bərabər. Bartu, mən də iyul ayında doğulduğuma görə iyul ayını çox sevirəm və iyul ayında doğulanlara bir başqa sevgim var. Əminəm ki, bugünkü doğum gündə çox maraqlı olacaq. İnşallah ki, tamaşaçılarımız bugünkü verilişimizdən də razı qalacaqlar. Bu arada onu deyim ki, çox sayılı SMS-lər alıram. Verilişimizin, o necə deyim, gözəlliyinə tamaşaçılarımız bizimlə bölüşür. Təşəkkür edirlər ki, çox maraqlı verilişlər çəkirsiniz. Bu məni çox ruhlandırır. Mən əminəm ki, o mesajları, o SMS-ləri sən də oxuyursan. Oxuyuram, əlbəttə ki, oxuyuram. Və şükürlər olsun ki, havalar da düzəlib, gözəl yay havası artıq nəhayət ki, gəlib çatdı. Avqust ayıdır, amma hiss edə bilmirdik ki, avqust ayına az qalıb daha doğrusu. Vaxt gedib, uçur gedir, adam arada yaddan çıxardır, elə bilir avqustdur. Düşünürəm ki, yay olanda tarixi tez-tez insan unudur. Tez-tez unudur. Bəli, iş günlərində, günləri də tarixdə. İstirahətə görə bir balaca bu normaldır ki, tarixləri unudur. O xanımın ad günüdür, düzdür, yadımdan çıxmışdı ad günü. Girmişəm içəri, deyirəm, nə gözəl geymişsiniz, nə münasibətlə belə həmişə kimi nəyə görə geymişsiniz, toya gedirəm. Dedim, nə toyu? Demədi ki, ad günümdür, mənim də yadımdan çıxıb. Bugün onun ad günüdür, ad günü mübarək olsun və dəvət eləyək onu. Amma bugün o xanımı bacısı ilə bərabər dəvət eləyəcək. Dəvət eləyək. Və əziz tamaşaçılarımız qarşılayın, Respublikamızın əməkdar artisti Elza xanım Seyid Cahan bugün qonağımızdır və onun çox sevimli bacısı Rasimə xanım Seyid Cahan bugün bizimlədir. Xoş gəlib, səfa gətiriblər. Xoş gəliblər. Möhtəşəmsiz, necə gözəl bir əsər dinlədik. Ad gününüz mübarək olsun. Xoş gördük sizi, çox xoş gördük. Bu gözəl gülləri Elza xanım Gül deposundan Rüstəm bəy sizə göndərib. Buyurun, təbrik edirəm sizi. Çox gözəl güllərdir və səni də salamlayıram əzizimiz. Çox sağ olun, var olasınız, xoş gəlmişsiniz. Gəlib ikiniz mənə. Bugün əlbəttə ki, artıq şir bürcünə keçib, amma mənim hələ ad günüm davam edir. Çünki burada olmamışdım. Biz eyni bürcdənik, Elza xanım. Bəli, mən də ayın 14-ü doğulmuşam. Nə gözəl, çox gözəl. Mən çox xoşbəxt oldum ki, sizlə eyni ayda doğulmuşam. Bəli, mən də çox xoşbəxtəm ki, doğrudan da Xərçəng bürcünün ayında doğulmuşam. Xüsusilə də 7 rəqəmləri mənim üçün 7-ci ay, 7-ci gün uğurludur. Və 7 notlar, 7-lər çoxdur mənim həyatımda. Və bugün amma ki, istəyərdim buradan canlı əfsanəmiz Flora xanım Kərimovanın bugün ad günüdür. Eynən də o da Şuşadandı. Ona görə mən Şuşa əsərimizlə başladıq. Həm bugün bizim geyimimiz Şuşamızdan xəbər verir. İndi bu barədə ətraflı danışacağıq. Rasimə bacımla da bu gözəl əsəri bəstələmişəm Mahirə xanım Nağqızının sözlərinə və aranjman edib Əvəz Muradov bizim gözəl bəstəkar aranjmançı deyirəm mən Əvəz müəllimə. Nəzəriyyəçi bəstələmişəm bu əsəri mən və bu əsər bizim Bəstəkarlar İttifaqının nəzdində gözəl bir kitabın çıxmasında, o kitabda yer alıb bu müasir bəstəkarlardan tutmuş, qədim dahi bəstəkarlarımıza qədər Şuşa haqqında yazılan əsərlər o kitabda nəşr olundu. Bu əsər də orada nəşr olundu və buna görə də xüsusilə təşəkkürümü bildirmək istəyirəm Bəstəkarlar İttifaqının sədri, dünya şöhrətli bəstəkarımız Firəngiz xanım Əlizadəyə və Səadət Təhmiraz qızına, Səadət xanım Təhmiraz qızı bu geyimlərimizə görə də biz Şuşa ornamenti Yeganə xanım Sadıxova çox gözəl dünya şöhrətli modeliyerimiz. Bilirik ki, bu yaxında gözəl bir tədbir keçdi. Bartu, sən yəqin gördün də gözəl bir Xalça muzeyində Leyla xanım Əliyevanın təşəbbüsü ilə gözəl bir tədbir keçdi. Xalçanın naxışlarının sirri. Xalça naxışlarını geyimlərdə əks etdirdilər. Bizim dünya şöhrətli modeliyerlərimiz orada iştirak etdilər.
Biz isə bugün bura Yeganə xanım Sadıqovanın geyimlərini geyinmişik. O çantanı verin mənə, mən Bəli. sizə gülləri təqdim edeyim. çantamı Nə gözəl göstərəm. Amma çantadır. məncə o çantanı təqdim eləyərsiniz. Bəli. Çanta bu da elə bu Yeganə xanımın kolleksiyasındandır. Bəli. Orada Fəxri Bir xanım, anlamı var, Xələfova, mən belə başa düşürəm. Bəli. Hə? Yeganə xanım özü Açarım. Mən gülümüzü qoyaq bura biz. olduğuna görə Baxın, burada qılıncdır, görürsünüz, bax. Qılınc, at. Əks görürsünüz. olunubdur. Bu xalçanın Dəb gecəsində orada bəli. belə tapşırılıb ki, Azərbaycan xalçasının gözəldir. ornamentlərini nümayiş elətdirmək. Ona görə Yeganə xanımda həm də Azərbaycan xalçasının elə naxışları var ki, onu hər yerdə istifadə etmək olmaz. Bunun çantadır bu. Bunu çanta kimi bəli. Bunu istifadə elə həm Qarabağ atları, Qarabağ atlarının üzərində Çox rahat və olan bu xalçanın yaxşı. ornamentlərini. Çox Biz gözəldir. necə naxışlar elədir ki, naxışların hər birinin öz sirri var. Hər naxışı paltarda, geyimdə istifadə etmək olmaz. Olmaz. Onu bilmək lazımdır ki, geyimin hansı yəni başda geyimdə və bu Yeganə xanım da bunları print vasitəsilə bizim həm Yəni Yeganə nüsxəsini xanım, çıxardıb. bəli, Leyla xanım Əhmədova, Günarə xanım Xəlilova, o tədbirdə olmuşlar, Fəxri xanım Xələfova, Afa xanım Qlamur. Aha. Mən fəxr etdim o bizim o xanımlarımızla, xanım dünya şöhrətli modellerlərimizdən ki, biz onların hər birinlərinin geyimlərini dəfələrlə geyinmişik, təqdim etmişik. Bu isə tamam başqa bir dəfil Mən idi. düşünürəm ki, tamam ilk- bir başqa ilkdir. tədbir idi. Çünki Aha. bu Çox gözəldir bu. dünyaya Gözəldir, çox klası fərqlidir. Hətta o Əza bəli, xanımın başında bəli. olan da yəni O da mənə çox maraqlı Bax, gəldi. görürsünüz, önündəki gül Atda xara bir bülbül. araqcın var, Bəli. üstündə isə xara Bəli. bülbül var. Yeganə xanımın Çox gözəldir. kolleksiyasında Rasimə bacımın da başında olan papaq, o takılar, hamısı Yeganə xanım, onlar hamısı təbii dəridən düzəldilmiş əllərlə. Bir var ki, yapışdırma, bir də var bunlar tikilmədirlər. Və əlbəttə Əl əməyi göz nuru, əl əməyi necə göz deyərlər. qarşıda. Biz də bu günləri həm bu yaxında bizim Şuşamızda Vaqif Poeziya günləri keçirildi. Cənab Ali Baş Komandanımızın tarixi görüşləri orada oldu. İki tədbir böyük Nə nəhəng gözəl. tədbirlər yanaşı və bu gün də bizim yenə də deyirəm canlı əfsanəmiz Flora xanımın doğum günüdür. Şuşalı qızıdır. Doğrudur. Şuşa əsərimlə təbrik etdim və sizə də təşəkkürümü bildirirəm. Mənim ad günüm hələ də davam edir. Uşaq vaxtı biz heç vaxt ad günümüzü bilmirdik hansı gün. Amma mən indi belə gözəl yəni ki necə deyərlər, bu sənətimin hörməti, şirinliyi, gözəlliyi, böyüklüyü artıq bir aydır mən gəlmişəm, mənim ad günümü qeyd edirlər. Hörmətli televiziya kanallar, sevərlər. Türkiyədə də hətta mənim Bayburt şəhərində Dədə Qorqud festivalında mən iştirak etdim. Orada da mənim ad günümü keçirdilər. Nə gözəl. Oradan burayacan hələ ki gəlir. Çox sağ ol, təşəkkür Ezra edirəm. Ayaqüstə xanım, qalmayın, Ezra xanım, siz buyurun, Anamı əyləşin. öpürəm buradan, İstəmirik. anamı öpürəm ki, mənim kimi gözəl Rica qızı dünyaya edəcəyik, siz gətirib. rahat bəli. əyləşin. Allahın Biz iznası ilə. söhbətimizi davam Bəli. elətdirək. Elə Barto, Eza xanım bizi qabaqladı. Biz bu günləri həqiqətən də necə deyirlər, dünya şöhrətli, sevilən sənətkarımız olan Flora xanımın doğum gününü biz Təbrik təbrik edirik. etmək istəyirdik. Amma Eza xanım sağ olsun ki, öz doğum günü ilə yanaşı həm də Flora xanımı təbrik etdi. Əzimiz, dəyərlimiz, sevilən sənətkarımız Flora xanım, biz sizi ürəkdən təbrik edirik. Sizə can sağlığı, uzun ömür diləyirik. Nəğmələrinizin o ömrünün uzunluğu qədər Allahdan sizə möhkəm can sağlığı arzu edirik ki, bundan da sonra yaşayasınız, yaradasınız. Hər zaman xalqımızın könlündə bax beləcə taxt qurasınız. Doğum gününüz mübarək olsun. Yaşayın, yaradın, canınız sağlam olsun. Amin deyək. Söhbətimizi davam elətdiririk. Növbəti qonağımızı dəvət eləyək, çox gözlədi orada. Dəvət edək. Dostumuz gəlir, Vüsal Hacıyev dostlar gəlir. Buyurun. Xoş gəlmisiniz. Çox Çox sağ olun, təşəkkür Həmişə siz gələsiz. Çox sağ olun, təşəkkür edirəm. Bugün bizi Eza xanım bura yığıb da belə bir aşır şirəm. Aha, Eza xanımın işığına yığışmışıq, necə deyərlər. Eza xanımı çox istəyirəm, hamı bilir. Mən solo karyeraya çıxan andan mənə çox böyük dəstək olub. Həmişə yanımda olub. Deyib ki, ürəyin hansı mahnını istəyir, götür oxu. Ürəyin istəyirsə təzədən bir mahnı yazaq, bir yerdə oxuyaq. Və mənlə duet oxumağı mənim üçün ən böyük dəstək idi. Çünki biz qrupda oxuyan zaman xatırlayıram ki, Ramanla ikimiz həmişə Eza xanımın mahnılarının, bek vokallarını biz oxuyurduq çox vaxtı. Ona görə belə bir münasibətimiz yaranmışdı, isti münasibətimiz. Eza xanıma can sağlığı arzu edirəm. Arzu edirəm həmişə belə gözəl qalsın, mahnıları çox olsun, bol olsun. Onsuz da zaten mən oxuyuram mahnıları, orada burada sevdiyim mahnılar var. Amma istəyirəm yenə də çox olsun ki,
yaradıcılıq daha da bol olsun. Amin inşallah deyək. Sağ ol Vüsal. Mən də yəni ki Vüsalın sözlərinə elə qüvvət. Mən də çox sevinirəm ki, belə istedadlı, belə əxlaqlı, əsir kişi, yəni ki, necə deyim, savadlı, alicənab, ailəcanlı, yəni, nümunəvi bir mənim oğlumun ən yaxın dostu. Mənim oğlum heç kəsə sirdaşı, heç kəsə demədiyi sözü Vüsala deyir və o da onu mən çox istəyir. Bu məni Necə çox deyirlər, sevindirir. ailənizin bir üzvü də artıq. Bəli, Vüsal mənim oğlum o qədər çox istəyir ki, bu məni çox sevindirir. Elza xanımın Bəli. evində hamı məni çox istəyir. Bir dənə pişik var. Bir şey də getdi də. İnşallah onunla da Çoxdan könlünüz gedir. barışar. Əvvəl Vüsal həmişə bizə gələndə qapını açırdı, pilləkənləri qalxanım, oxuyaq gəlim, yenə gəldi, oxuyaq. Özü Vüsalıdır, bir tərəfi Şuşadandır. Şuşalıdır. Bir tərəfi də bu yaxınlarda Göçə festivalına getmişik. Onda bilmişik ki, bir tərəfdə Mənim anam Göçəlidir. Şuşalıdır. Mən Şuşada doğulmuşam, böyümüşəm 89-cu ilə kimi, amma neyniyək? Atam Göyçaylıdır, Bığır kəndindəndir. Buradan bütün Bığırlara, Şuşalılara salam göndəririk. Var olar. Şuşanın suyundan içib bığırın narından yeyib. Çox sedadır. Vüsal elə bir müğənnidir ki, Vüsal həm vokal ifası gözəl alınır, həm estrada, həm aşıq, həm muğam, həm bəstəkar mahnıları, yəni ki, xanəndədir də əsl səhnə üçün yaradılmış bir, yəni ki, səhnədə bunun özəl yeri var Vüsalın. Sağ ol, çox sağ ol. Ramalın da adını çəkdin. Ramaldır, Vüsaldır, Atrio qrupuna o vaxtda çıxırdılar. Yəni necə bunlar zəhmətlə hər zaman sənətin sirlərini həmişə öyrənirlər, yenə də öyrənirlər. Və bir də böyüklərə qarşı çox mərhəmətli də, çox böyüklərə qarşı həmişə hörmətlə yanaşmağı Vüsal yollarda da olmuşuq. Yolda da mən buna fəxr eləmişəm ki, yəni ki, özümə həmişə demişəm ki, nə yaxşı Elza, sən bu Vüsalı doğrudan yanılmamısan da, sən düz seçmisən sevdiyin insanları, dəstəklədiyin insanları və fəxr edirəm, həmişə də bəstəkar mahnılarını oxuyur və xüsusən də Aygün xanım Səmədzadənin bəstələdiyi əsərlər xüsusilə sevilir Vüsalın ifasında, repertuarında. Amma Elza xanım, mən onu qeyd etmək istəyirəm ki, mən zaman-zaman sizin həqiqətən də gənc ifaçılara dəstək olduğunuzun şahidi olmuşam. Hətta studiyalara gedəndə, hansı ki, mənim saatımdan sonra sizin saatınız gəlib, elə vaxt olub ki, gənc ifaçıları orada görmüşəm. Hər zaman dəstəyinizi əsirgəməmişsiniz. O sözün əsl mənasını sənəti olan ifaçılardan. Bizə nəsildən gələn bir irsi, bir yəni ki, missiyadır. Çünki mən nənəmdən, babamdan, evdə böyüklərimdən, anamdan, dayılarımdan hər zaman belə görmüşəm ki, onlar həmişə istedadları, öz evlərini, öz ağızlarının tikələr, loxmalarını belə. Anamın bir sözü var, deyir, mən yaxşı uşağa gözümün yağını yedizdirərəm. Ağızlarının loxmaları, tikələrini belə veriblər. Hətta mənim babam o vaxtı neçə dənə, yəni ki, evsiz, eşiksiz, atasız, anasız uşaqları saxlayıb, böyüdüb, böyüdəndən sonra toyunu da eləyib. Ona qonşular da deyiblər ki, belə yaxşı oğlandır da, sən niyə buna öz qızını vermirsən? Bunu başqasına niyə? Babam deyib ki, sonra deyərlər ki, el oba mənə nə deyər? Deyər, hə, özü saxladı, böyütdü. Sonra da özü də, yəni ki, öz evladını da buna ərə verdi də. Özü toyunu da eləyib, babam onu evləndirib də, evli eşiğini də eləyib. Və mən də, indi də mən, o qədər mənim yadımdan çıxıb, inanırsınız, çoxu da mənim yadımda deyil. Mən ora-bura gedəndə, misal üçün, mənə deyirlər ki, Elza xanım, yadınızdadır, siz mənə bir gün bunu eləmişsiniz, siz mənə bunu etmişsiniz, siz məni ölümdən xilas eləmişsiniz, tələbələrim. Adətən mən hərdən olur ki, mahnılarımı zapis edən günü zəng vururam ki, tələbələrimə. Şeyla, filan kəs, evdəsiz, mən gəlirəm, maşınla sizi götürürəm, gedirik, zapis var, studiyaya gedirik. Və götürürəm bunları, gedirəm zapisə, yolda mənə neçə dəfələrlə olur ki, deyib, Elza xanım, siz həmişə vaxtında adama zəng vurursunuz. Mən belə, dedim, o nə deməkdir? Həyata yaşamağa siz məni elə bir ki, həvəsləndirmişsiniz. Bu, mənim mahnılarımda da demişəm, həyata küsmə mahnımda var mənim və sizə güvəndiyim dağlar, mahnılarımla da insanlar mənə deyiblər ki, sən o mahnını mən dinlədim, həyatdan bezmişdim, belə o mahnı məni həyata qaytardı. Hətta bir gün mənim həyata küsmə mahnım yadımdadır ki, mən bunu heç yerdə deməmişəm. Emil Əfrasiyab mənə bugün dedi ki, buna, Elza, sən həyata küsmə mahnın məni həyata qaytarıb. Emil Əfrasiyab. Aranjman onu edib. Deyir, mən özümü intihar etmək istəyirdim. Özü mən ona deyirdim ki, Emil deyirdi ki, mənə illər dönən, illər dönən, illər dönən, dönən deyil. İllər gedən, illər gedən, illər dönən. Mənə zəng vurdu ki, Emil, Elza, bəlkə buranı çıxardı. Bunu mən 30 lira bilmirəm də mahnıya da. Dönən
dönən. Bəlkə bunu çıxardaq. Dedim, yox, Emin, bu qalacaq. İllər dönən deyir. Gedən, ilər, gedən. Dedim, yoxsa Emin, mən ümumiyyətlə öz mahnılarımda bir notumu belə qoymuram çıxartmağa. Allah sizə can sağlığı versin. Mən də onu demək istəyirdim. Elza xanım, sualım var sizə. Mən imkan verəcəm ki, siz mənə sual verəsiniz. Bartu, sənin yaraşığı Allah səni o qədər yaraşıqlı yaradıb ki, həmişə biz səni görəndə o Yusuf peyğəmbəri var ya, belə Yusuf peyğəmbər ki, necə Allah. Maşallah, ikisi də. Hə, necə sizi Allah doğrudan da. Allah səni ata-anama can sağlığı versin. Amin. Səni Allah qorusun. Bugün də sənin üçün böyük bir məktəbdir ki, burada böyük bir... Çox sağ olun, təşəkkür edirəm. Necə deyim, sənətkarları qarşılayırsan, Gülzar xanımla da yola belə gözəl salırsınız. Elza xanım, ad gününüzdə ilk təbriki sizə kim eləyib? Mənim ad gündə mənə ilk təbriki eləyib mənim övladlarım. Mən Türkiyəyə gedirdim, Bayburt şəhərinə. Getdi mənim qızım. Gördüm ki, nəvələrim Səmərux mənə çamadan aldılar yol üçün, sarı rəngdə. Sonra bir də gördüm ki, oğlum məni yığır. Oğlumun da uşaqları mənə gözəl bir çanta aldılar. Və mən o çanta ilə də Türkiyəyə getdim. Bəs Elza xanım, ən dəyərli hədiyyəniz nə olub indiyə kimi? Mənim ən dəyərli hədiyyəm mənim üçün Allahdan mənim üçün ən dəyərli hədiyyə mənim anamdır. Ki, mənim belə anam dünyaya məni gətirib. Ən arzuladığım, çanta yeganə xanımındır, kolleksiyasındandır. Bəli, Şuşa, yəni xalçaların sirri. O çantam evdədir. Misal, o haqda danışmışıq, reklam arası yenə danışarıq. Bəli, yenə danışarıq. Instagram səhifəmdə var o çantam mənim, o çamadan da, yəni ki, sarı çamadandır. Və mən həmişə nəsə arzulamışamsa, misal üçün, royal istəmişəm, anam mənə alıb. Nə bahalı əşyalar olubsa, mən onu arzulamışam, anam mənə alıb. Və Allahdan ən gözəl hədiyyə mənim üçün anamdır. Anam bizi böyüdüb, oxutdurub. Mənim anam, nə olsun, mənim istedadım var idi. Anam bizim istedadımızı əgər bizə təhsil verməsəydi, çətin. Mənim elə vaxt olub, anam öz maaşını bizim musiqi məktəbimizə, o vaxtı, Sovet vaxtında 16 manat idi. 4 dənə qızı musiqi məktəbində oxumağa gəlirdi, 60 manata, 60 neçə manata çıxırdı. Elə vaxt olurdu ki, anam bizim aylıq pulumuzu verməyəndə öz maaşını verirdi belə. Yəni, biz musiqi dərsinə gedə bilmirdik yaxı aylıq pulu verməyəndə. Amma anam öz maaşını bizim üçün xərcləyirdi. Bəs bacınız sizi necə təbrik elədi? Bacım məni, bacımın sağlığı mənim üçün təbrikdir. Ən böyük təbrikdir. Bacım məni qəşəng şəkillərlə Instagramda, yaxşı ki, Instagram var. Söhbətimiz çox maraqlıdır, Elza xanım, sizinlə həmsöhbət olmaq. Amma elə insanlar da oldular ki, inanırsa, elə insanlar da oldular ki, statusa baxdılar, qırmızı mənə təbrik etmədilər, üzr istəyirəm, qırmızı deyim də, yəni ki, onlar bütün paylaşımlara baxırlar və səni təbrik etmirlər və fikirləşirsən ki, görəsən, nəyə görə, nə səbəbə görə, yəni belə insanlar da var, çox tez baxıblar. Yaxın insanlar. Özü yaxın insanlardılar, özü də ki, bilirsən, mənim onların üzərində səbəbini də bilmədim ki, nə səbəbə görə, amma o qədər yad biganə deyək də, yəni mən onları tanımıram, ancaq onlar məni tanıyırlar. Onlar məni Instagramda, statusda, hətta evimizə... Yalan deyir. Rasimə xanım, siz nə hədiyyə etdiniz? Mən nə hədiyyə etdim? Vüsalın bu zarafatçıl olmağı doğrudan da mənim çox xoşuma gəlir. Bir dənə. Onlar pul qazanmaq istəyirlər. Əziz, dəyərli qonaqlarımız, söhbətinizi bölməyi heç istəmirəm. Amma biz bu məqamda istəyirik ki, Elza xanımdan gözəl bir nəğmə eşidək, ardından söhbətimizi davam etdirəcəyik. Bravo sizə. Bu gözəl ifadan sonra sizə möhtəşəm bir rubrika hazırlamışam, Elza xanım. Baxaram, sözləri Ramiz Abdullayevin, yenə də aranjman Əvəz Muradov edib, bəstəkar isə mən. Çox gözəl. Buyurun, əyləşin, rubrikamıza keçid edək. Elza xanım, deməli sizə sual verirəm. Mənim sualımın cavabı sizin mahnınızın adıdır. İfanızın adı mənim sualımın cavabı olur. Başa düşdünüzə yəyin. Anladınız məni? Bəli. Başlayaq. Təxminən anladım. İnsan bəzən elə bir ayrılıq yaşayır ki, artıq geri dönüşün olmadığını anlayır. Bu hissi ifadə edən mahnının adı nədir? Sizin öz mahnınızdır, Elza xanım, bəli. Sadəcə bir sujet xətti olaraq sizin mahnılarınızın adıdır. Deyir. Məncə son vida deyil bu. Baxaq. Ay, çox gözəl əsərdir bu.
Bravo sizə. Elza xanım, elə bir ağac var ki, xalqımız üçün bolluğun, bərəkətin və doğmalığın rəmzi sayılır. Bu hansı mahnının adıdır? Vüsal bəy kömək elədi. Vüsal kömək elədi, bəli. Göyçən, nar ağacı, bəli. Duetdir də mən biləm bu. Nar ağacı əkmişəm, bəli, bəli. Sözləri Seyran Səxavət. Bəstələmişəm, nar ağacı, bəli, var. Qulaq asaq. İnsan sevdiyinə elə bir cümlə deyir ki, onun heç kimlə bölüşməsini istəmir. Bu hissi ifadə edən mahnının adı nədir? O insana elə bir söz deyirsiniz ki, istəmirsiniz onu bölməyi heç kimlə. O yalnız sizə aiddir. Yalnız mənimsən. Hə, yalnız mənimsən. Mahnım var. Sevgilim sen, yalnız mənimsən. Bu da Zahir Kərimlidir. Bax, istedad deyəndə, Zahir Kərimli ilə də bu duetimiz təzə artıq demək olar ki, YouTube kanalında var. Baxa bilərsiniz, sözləri də ki, Nüsrət Kəsəməlinin. Niyə görə? Çünki bunu çoxdan yazmışam, 95-ci, 96-cı ildə bəs eləmişəm. Musiqisi də mənimdir, bəli. Elza xanım, külək əsəndə ən tez rəqs etməyə başlayan nədir? Külək əsiri. Elə oxudum da indi, yarpaqlar. Külək əsəndə yarpaqlar başlayır rəqs etməyə. Düz demirəm, misal. Ağaçdan düşən Dediyim kimi, sözləri Ramiz Abdullayev, musiqisi bəstələmişəm mən. Bəli. Möhtəşəm gedirsiniz və sonuncu sual. Ulduzların şahidi olduğu, ürəyin ən çox danışdığı vaxtı ifadə edən mahnının adı nədir? Hansı vaxt o? Məncə bu gecə. Necə kövrəlmişəm mən? Düzdür, mən tənha deyirəm o mahnını. Nə qəşəng oxuyursan insan. Eşq olsun sizə, vallahi. Bu Bütün mahnını, mahnılarınızı bəli, bu tapdınız. mahnını bu yaxında mənim çox sevdiyim bizim gözəl sənətkarımız, xanəndəmiz Fərqanə xanım məndən, Qasımova məndən istəyib ki, oxusun. Deyir, İzğan, bu tənha mahnısı məni nəsə alıb da, deyir, onu ifa etmək istəyirəm. O Fərqanə xanım mənim Ağ Çiçəyi mahnımı da ifa edib, çox gözəl də ifa edib. İnşallah ki, bunu da gözəl ifa edər. Bunu Ruhangiz xanım Allahverdiyeva oxuyub, Gülyaz xanım ifa edib, gözəl sənətkarlarımız. Allah rəhmət eləsin. Zöhrə xanım həmişə mənə deyirdi ki, Abdullayeva, Elza onun minusunu göndər, oxuyacam onu. Bir də İlhamə xanım bu mahnını həmişə eşidəndə, tənha mahnısını çox belə ağlayırdı. Göz yaşları tökürdü eşidəndə. İndi insan mahnıya bir dəfə ağlayar, 2 dəfə. Doğrudur. Hər dəfə, gündə 10 dəfə də bu mahnını dinləsəydi, ağlayırdı o. Və mən belə baxırdım, görürsən bu niyə görə ağlayır? Yəni ki, sənətkar idi də İlhamə xanım, hər mahnıya ağlamazdı. Elza xanım, amma bugün ağlamayacağıq. Bəli. Çünki Rasimə xanımdan gözəl bir mahnı Bəli. eşidəcəyik. Bacıma da təşəkkür edirəm. Sonra söhbətimizi davam elətdirəcəyik. Bəli. Səni təbrik edək. Möhtəşəmsiz. Rasimə xanım, çox sağ olun. Minnətdarım. Demək istəyirəm ki, bu bəstə Aybəniz Güllərə aiddir, sözləri də, özü də və mənə də belə şərəf nail oldu ki, Flora xanımın da mən təbrik edirəm. Yeni yaşını, ömrünə xoş gəlib bu yeni yaşı. Flora xanım bizim Azərbaycan musiqisinin sərvətidir, canlı əfsanəsidir. Allahın bizə hədiyyəsidir. Allah onu daim sevir, sevinsin balalarından, nəvələrindən ona Allahın bəxş etdiyi həyatdan bir də təbrik edirəm, öpürəm sizi Flora xanım. Bütün Var olasınız, çox sağ olun Rasimə. Mən də burada Aybəniz xanım Gülləri də öpürəm, o da elə xərçən bürcüdür, onun da Nə adı gözəl. olmuşdur. Nə gözəl. Və bacıma da təşəkkürümü bildirirəm, gözəl ifasına görə. Sizə təşəkkürümü bildirirəm Vüsala. Və mən oxuyanda gördüm ki, mənim Türkiyədə olan Rəsmlərinizi, görüntülərinizi. göstərdiniz. Doğrudan da Türkiyə o qədər gözəl dövlətdir ki, bir millət, iki dövlət şüarı altında gözəl günlərimiz hələ qarşımızdadır. Bayburt şəhərində olmamışdım mən. Coğrafi tərəfdən Bayburt qalası, inanırsınız, adam baxdıqca
Bayburt. Hə, Trabzonda düşdü ki, Trabzon nə gözəl şəhərlik görməmişdim. Ezə oranı. xanım, Bəli. elə bax danışmışkən Türkiyəmizdən gözəl bir sujetimiz var. Elə orada da Leyla xanım Əhmədovanın paltarını geyinmişdim. Xarı bülbül paltarım. Və bir də Nərmin. O da mənə Türk bayrağı ilə hamı gənc. mənim geyimimdən orada danışırdılar. Nə gözəl. Və oradan da mənə Bayburda gözəl bir himn bəstələməyi xahiş etdilər. Mahnılarımı o qədər bəyəndilər. Göyçə mahnısı ifa etdim orada. Nar ağacını ifa etdim. Və bir də Yallı. Bir də bizdən orada Məbud qazimiz, Məbud da orada. Salamlayırıq Hörmətli efir millət vasitəsilə. vəkilimiz Nagif müəllim Yaralanmış Həmzəyev. müharibə vaxtı. Bəli, bəli. Çox gözəl. Ezə xanım, gəlin izləyək süjetinizi, izləyək. görək nə Aha. baş verib orada. Bütün məni təbrik edən insanlara, əzizlərimə, dostlarıma, qohumlarıma buradan təşəkkürümü bildirirəm. Cavablandıra bilməsəm də bilin ki, mən Türkiyədəyəm və Əyyub məni təbrik etdi çiçəklərlə. Bu çiçəkləri mən Bakıya gətirəcəyəm. Çox sağ olun. Saçlarında, kartallar uçağında devam ederdim bir günü. Bütün dünyayı ağacı ekmişler, ağacı ekmişler. Bütün dünyayı ağacı ekmişler. Möhtəşəm idi. Səbəbi də var bu ifanın, elə özü açıqlasın. Səbəbi təbii ki, Flora xanımın adını eşidəndə biz də onun musiqiləri ilə, ifalarıyla böyümüşük, qidalanmışıq. Hətta son zamanlar onun haqqında veriliş çəkildi ictimai televiziyada. Mən də orada bir ifa elədim, isti-isti. Ondan da çox gözəl rəy aldım. Öz səhifəmdə də paylaşdım sevə-sevə. Flora xanım ümumiyyətlə bizim musiqimizin, klassik estradamızın sütunudur. Allah ona can sağlığı versin. Son zamanlar ruhumuz qovuşacaq mahnısını məndən çox istəyirlər. Həddindən ziyadə istəyirlər. Deyirlər hər dəfə ona ifa elə. Hətta toyda da istəyirlər məndən, banketlərdə də istəyirlər. Ona görə düşündüm ki, elə bugün onu səsləndirsə daha uyğun olar. Həm Ezə xanım burada, həm dinləyicilərimiz elə Flora xanımın repertuarından gözəl bir nəğmə eşidərlər. İstərdim bəstə yazarları qeyd edeyim. Aygün Səmədzadə və xanım İsmail qızı. Qucaq dolusu salamlar göndərirəm hər iki yazarlara. Arzu edirəm. Salamlayırıq hər iki böyük Arzu edirəm sənətkarımızı. daha çox nəğmələr yazsınlar, yaratsınlar. Çünki bugünkü gündəmdə çox böyük ehtiyac var. Doğru. Mən özüm də məsələn istəyirəm ki, tez-tez ifa eləyim. Ruhumuz qovuşacaq mahnısını bir kuplet ifa eləmişdim. Öz səhifəmdə paylaşmışdım. Ondan sonra ajartaj olandan sonra götürdüm. Təbii ki, Aygün xanımın icazəsi ilə 2 kuplet ifa elədim. Klipi də çəkildi, çox möhtəşəm. Bu reaksiyanı gözləmirdim, amma görürsünüz insanlar acdır. Keyfiyyətli musiqini istəyirlər. Flora xanımın nəğmələri əbədi yaşayacaq xalqımızın könlündə. Raisimə xanım, Həm filmlərdə, həm cizgi filmlərində, həm teatrlarda, tamaşalarda və əlbəttə ki, doğrudan da tükənməz çox böyük bir xəzinə var ki, Flora xanımın
sənətinin yaradıcılığında hər bir sahədə, həm vokal, həm estrada, həm muğam, hətta Hind mahnılarını belə Flora xanım ifa etdi və aktrisa kimi Canlandırıb. canlandırıb. Yəni möcüzədir də. Yəni baxır insan fəxr edir və fikirləşirsən ki, bir insan ömrünə nə qədər yəni yetişib ki, bu belə böyük bir geniş yaradıcılıq diapazonu. Yəni yaxşı ki, Flora xanım bizim xalqımıza məxsusdur. Belə bir sənətkar. Rasimə xanım, Elza xanımı biz hər zaman efirlərdə öz ampulasında necə deyərlər görmüşük. Bəzən ciddi, bəzən sərt o açıqlamaları ilə, fikirləri ilə. Amma Elza xanımın bir bacısı olaraq əminəm ki, kövrək hallarının şahidi olmusunuz. Bax, Elza xanımın kövrək tərəfi o nələrdir, onu bir tamaşaçılarımızla bölüşün zəhmət olmasa. Amma mən bilirəm ki, Elza xanım çox incə ruhlu xanımdır. Kövrək o İncəliyimi hərdən kobudlaşdırırlar. Yəni o bir söz var, elzalığımdan çıxartmaq istəyirlər, amma yenə də qoruyub saxlayıram elzalığımı. Üzr istəyirəm, Rasimə xanım sözünü kəsmək istəmirəm. Amma bilirəm ki, Elza xanım çox nadir hallarda əsəbləşir və kövrəlir. Mən bunun şahidi olmuşam. Artıq o əsəbi çox zirvədə olanda kövrəlir, ağlayır. Onu görmüşəm. Rasimə xanım, kövrək tərəfi hansıdır? Kövrək tərəfi hansıdır? Yəni İcazə ki, versən, daha çox əsəbləşəndə. Deyəcəm mən də kövrək hallar ümumiyyətlə o insandan soruşmur ki, kövrələcəm, özü bədahətən gəlir. Ən çox nəyə kövrəlir? Yox, həyatsevərdir, özü uşaqlıqdan belə olub, daha çox sevməyi, sevilməyi, yəni əyləncəli şeylər çox sevir. Kövrək anları da özünə məxsusdur. Elə kövrək anları var ki, insan var ki, onu göstərmir. Mənim rəhmətli nənəm var. Nənəmə çox bənzəyir. Gömgöy gözləri var nənəmin. Kövrəlirdi, onu da gizlədirdi. Həmən gözünü silirdi, özünü toxtatdırırdı. Nə bilim, fərqli vaxtlar, hallar olur da, mən onu dəqiq deyə bilmirəm nəyə kövrəlir. Gözəlliyə, yaxşılığa, məsəl üçün, kövrələ bilər. Sonra film ola bilər ki, film olur sənətin, əlbəttə ki, bu günləri bir simfoniya göndərib, İngilis ona Resurrection deyirlər, Voskreseniya. Gustav, mən astra bəstəkarıdır, ilahi. Dirijor orada bir dirijorluq eləyir, onu yaşır musiqinin, ahəngi musiqinin möhtəşəmliyi. Mən özümə ona nə qədər baxaraq kövrəlmə yox, ağlamaq ki, yəni ki, o elə hallar olur. Tək ki, bizim kövrəlməyimiz, yəni göz yaşlarımız o sevincdən olsun da. Sevinç göz yaşları olsun. Belə olur valla. Mən dəqiq deyə bilmirəm ki, oturdu elə ona ağladı. Mənim bir şeirim də var ki, ağlamağa vaxtım yoxdur, istəmirəm o vaxtı. Yəni ağlamağı istəmirəm ağlamağa. Yəni ki, ağlamağı artıq ağlamağın gününə qoyublar da bəzi insanlar. Yalandan, doğrudan elə ağlamağı sevirlər bəzi insanlar. Doğrudur. Amma mənim heç doğrudan ağlamağa heç vaxtım yoxdur, heç istəmirəm o vaxtı. Heç vaxtda ağlamayasınız. Amma gözəlliyə ağlayıram, sevgi sevgi göz yaşları ola bilər. Elza xanım özü, həmən insanın özü üçün də adam var ki, məsəl üçün soruşursan ki, günahkar olsan ki, soruşursan ki, necəsən? Nə bilim, belə də, elə də siz soruşanı yaxşıyım, ya o belə, indi düz ürəyin açırıb, onlar bir dəfə, iki dəfə, amma görürsən ki, hər dəfə istəyir ki, belə... Artıq o xarakteridir Rasimə xanım. Ağlasın. Elza xanım da ona deyəndə ki, sən belə bu qədər, yəni ki, çox bu bəyan eləmə də bu problemləri. Onları əksinə... Mən elə insanlardan qaçıram. Görürəm, bir insan çox ağlayır. Ağlamasa da onun içində elə bir ağlamaq tökülür. Doğrudur. Negativ enerjisi var. Bu insan xoş günə baxa bilmir də. Bu insan ancaq istəyir ki, onun yanında belə ağlamaq olsun, onun yanında sızlamaq olsun. Mən o insanları istəyirəm əhilləşdirim. Yəni ki, deyirlər ki, bu yaxında mənim düzdür o sözümü böyük bir rezonans oldu ki, sən deyir əhilləşmə, yəni ki, niyə ki, elə insanlar var ki, elə heyvan var, onu sən əhilləşdirə bilirsən. Amma elə insan var ki, onun sən xasiyyətini dəyişdirə bilmirsən. Dəyişdirə bilmirsən. Ona görə sən nə eləməlisən? Sən ondan uzaqlaşmalısan. Mən sizə bunları təqdim edeyim, sizə rubrikam var. Deməli, sizə sual verirəm, siz cavab verirsiniz. Olub, yoxsa olmayıb və o işarələri göstərirsiniz. İkisindən birini. Başlayaq. Heç olub ki, yazdığınız və ya oxuduğunuz mahnıya sonradan başqa gözlə baxasınız? Müsbət və ya mənfi. Çox olur. O elədir. Hər şey başqa gözlə baxır. Hər biri. Razı deyil. Bircə narazıyam ki, özümdən narazıyam. Əslində mən belə insanım da. Özümə
bir zora-zor qulaq asıram. Çünki qulaq asanda əsəblərimi eşidirəm. Ya baxmağa, dinləməyə, izləməyə mən problemdir də mən onu. Çox adam özünü Çox izləməyi tənqidçidir, çox sevmir oradan. həddindən artıq tənqidçidir, bəli, özünə qarşı. Hətta mənə qarşı da hərdən məni o elə şeylər olur ki, məsələn, məni də istəyib oradan o yoldan döndərsin. Mən o yolu yaxşı ki, oradan dönməmişəm. Yaxşı. Sonra mənə razılaşıb. Rasimə xanım, olub ki, bir mahnını ilk dəfə bəyənməmisiniz, amma sonradan ən sevdiyiniz mahnıya çevrilib. Olub. Hansı mahnı idi? Çox mahnılar. Sonradan sevdiyim, yəni ki, öz ifamda. Öz ifanızda hansısa bəyənməyibsiz, sonradan ən sevdiyiniz ifa olub. Nə bilim, olur da biraz xoşuma gəlir, amma çox belə özümə elə də aşiq deyiləm. Kiməsə yox demək istəyəndə bunu bacarmamısınız. Belə bir hadisə olub, olmayıb? Kiməsə yox deyə bilməmişsiniz. Yox deyə bilməmişəm. Bəli. Olur belə şeylər, yox. Nəyə görə yox deyə bilmişsiniz? Deməmişsiniz daha doğrusu. İçinizdə yox demək istəyibsiniz, amma deyə bilməmişsiniz. Nəyə görə yox deməmişəm? Deməmişəm də, nə bilim ki, ya xətrinə dəyər indi mən, onun mənə indi ehtiyacı var, ya nə bilim, bu səbəblərdən. Səhnədə gülməyinizi saxlaya bilmədiyiniz an olub? Yox, gülmək gələndə, hə, olur gülmək gələndə. Bacım gülməyi, qəşəng gülməyi var. O indi gərək gülməyə gəlsin deyə gülsün də, yoxsa belə biz onu belə bilmərik. Uşaq vaxtı nənəm mənə deyərdi, kişmişi gülməyim var. Yavaş-yavaş. Yəni şirin gülürmüş də. Böyüyə dəyişdi. Anam bizi məsələn yığır, iclas edir də. Biz üzr istəyirəm. Bir qonaq gələndə, bir də biz qonaq gedib gələndə həmişə iclas olurdu evimizdə. Anam otuzdururdu ki, məsələn bu niyə belə oldu, bu niyə belə oldu. Və bir də görsə bir iclasın o ciddi yerində bizi gülmək tuturdu. Dördümüz də gülürdük. Anam deyir, yəni ki, uşaq vaxtı deyir, mən sizi danlayıram, siz niyə gülürsünüz? Hətta biraz da necə deyərlər, tənbih eləyir də bizi. Yəni uşaq vaxtı olur belə. Və də gülməyi biz sevirik, gülüş üçün, məsəl üçün belə də hazırıq. Olub da Rasimə xanım. Heç olub ki, bir arzunuza çatandan sonra elə bu idi deyib, arzunuz yerinə yetirib, siz də demişsiniz, elə bu idi, nə oldu elə? Belə insan olur, məndə də olub ki, o şeyi çox arzulamışam, sonra əldə edəndən sonra belə, yəni ki, adiləşib belə şeylər olur. Öz səsinizi eşidəndə bu mənəm deyə təəccüblənmisiniz? Doğrudan da bu mənəm. Təzə başlayanda ifalə, yəni oxuyanda özümü bir cür eşidirdim, amma zapisdə başqa cür eşidirdim. Səs yazmada. Səs yazmada, bəli. Onda deyirdim, bu mənəm, bu. Rasimə xanım, olub ki, sizi ən çox tənqid edən insan sonradan ən böyük dəstəkçiniz olsun. Sizi sevən biri olsun. Bilmirəm, ən tənqid edən insan. Yox, ola bilər, anam həm tənqid edir, həm də dəstəkçimiz. Ay soğul, ən tənqid eləyən də anasıdır, ən dəstəkçisi anasıdır. Bəli, amma Rasimə xanım tənqidə açıq deyil. Hansısa mahnınızı oxuyarkən kövrəldiyiniz an olub? Hansısa mahnı oxuyarkən kövrəldiyim an? Hansı mahnı? Olubsa əgər. Mən bir dəfə mahnımı ifa edəndə yox, dinləyəndə bu Amerikaya gedirdi. Mənim mahnım var, hisslər ağlasın. Hisslər ağlasın, illər məni dara çəkir. Nazim, Hacı Nazim də oxuyub. İllər məni... Rasimə xanım, siz danışmırsınız, amma bacınız maşallah. Gördüm, Rasimə ona qulaq astı, sonra ağladı. Yadından çıxıb sənin. Sonuncu sual Rasimə xanım. Dedi ki, bir də qoy mahnını dinləyəndə ağladın. Yadından çıxıb sənin. Yox, mahnıları mən də kövrələn... Bu sualı ikivizə verirəm. İkiviz də cavab verə bilərsiniz. Məsəl üçün, üzrsən, Vüsalın bu yaxınlarda Vüsalın ifa etdiyi mahnı o Bakım mənim, o... Bakım mənim. Birimizi əzbərimizə...
Cahangir Cahangirov. Ay Allah, Cahangir mən Ağladın? son vaxtlar onu o qədər dayanmadan özü Vüsal onu O mahnı mən də çox sevirəm. İslam Rzayev rəhmətli oxuyub. Sonra Şövkət amma Vüsal onu bir başqa cür oxuyub. Sən Cahangirovu həkmənəmi yazıb, onu bir dənə zümzümə elədən nə olar? Xahiş edirəm. Ümumiyyətlə Cahangirov. Bir dənə onu eşitməmişdim, mən Rasimədən eşitdim. Oxu bir dənə onu. Sonuncu sualı ikivizə verirəm. Ki Onu bacısı. ifa eləsin, sonra sonuncunu ver. Sualı verim qutaraq sonra ifa Yaxşı. eləsin. Heç olub ki, bacınızla bir ay küsülü olmusunuz? Bir ay yox, illə. Bilirlər, nəyin Bir üstündə? dəfə bilmirəm, bir Zülfiyə xanım var. Harda Xəzər Universitetinin orada musiqi qrupunun heyətidir. İndi Ötürəm onu, Zülfiyə xanım. məşqə getmişik onun yanına. İndi o mənə söz demək istəyir. Zülfiyə xanım Xəzər orkestrinin rəhbəridir. Zülfiyə xanımın vasitəsilə deyir də. Zülfiyə xanım da rus dilidir. Sonra belə, ay qız siz danışmırsınız. Deyirəm ki, nə bilim, biraz aramız limonidir. Nə üstündə olub? Nə üstündə olur? Solo konsertində gəlmində oxumağa. Siz deyir, biraz aramız limonidir. Siz onu bestirirsiniz Allah. Bestirin işimiz gücümüz var bizim. Bu nedir limon? Bestirin işimiz gücümüz var bizim. Yəni ki, danışın, mən tərcümə eləyim. Rasimə xanım, limoni demişkən, Yaxşı aktrisadır Rasimə xanım. aha, gəlin elə nar mahnısı ilə davam eləyək. Amma mən İnşallah istəyirdim, üzr ki, sonra istəyirəm Gizə xanım. söhbətinizi Rasimə qaldığınız xanım, yerdə. bəlkə o istəyirəm Cahangirovdan zimzimə eləsin, söz düşmüşkən. Aha. Görün nə gözəl. Hak mənəm, hak məndədir. Hak söylərəm, hak söylərəm, söylərəm. Gör bu əsrarı, nə müğlaq söylərəm, söylərəm. Sadiqəm yolunda səddəq söylərəm, səddəq söylərəm. Mənsuram daim, 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 daim. Ənəl haqq söylərəm, mənəm haqq söylərəm, söylərəm, söylərəm. Ənəl haqq söylərəm, mənəm haqq söylərəm, söylərəm, söylərəm. Haqq mənəm, haqq məndədir. Haqq söylərəm, söylərəm. Möhtəşəm. Çox sağ Çox olun. möhtəşəm, Doğrudan da bu mənə çox Belə möhtəşəm. gözəl Möhtəşəm sürpriz ifa oldu. Mən həm sevindim, həm həyəcanlandım, həm necə deyim, fəxr elədim ki, bizim belə şairlərimiz olub. Nəbi Xəzirin sözlərinə dəniz Bəli. kimi, dəniz göy məhəbbət şeiridir və bu şeiri ilk öncə biz sanki elə bil ki, yeni eşitdik. Bunu da səsləndirdi Leyla xanım Əliyeva, bizim necə deyərlər, dahi o insanlardılar ki, dahilər xidmət edirlər. Ona görə də Leyla xanım bu şeiri səsləndirməklə Azərbaycan poeziyasına bir xidmətini bir daha sübut etdi və bu fitri istedad balalar, bu gözəl istedadlı balalar da biz onları tanıdıq. Elə bizim birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva və Leyla xanım Əliyevanın onların qayğılarına qaldıqları, onların istedadlarını üzə çıxardırlar. Tez-tez onların görüşlərində olurlar və biz bu uşaqları onların vasitəsilə daha yaxından tanıdıq. Amma bu uşaqlar bəstəkar olaraq məni özləri seçiblər. Mən gördüm ki, mənim Laçın mahnımı, Laçınımın dağlarında mahnıma tamaşa qurublar. İşıqlı istedadlar layihəsinin rəhbəri Elnar və bu Dəniz kimi layihəsində Həcim Əlim Quliyev İnklüzivliyin sirri adı altında demək olar Laçına qədər getmişik. Bu yaxınlarda Gəncəyə Yaylaq festivalında açılışı biz edəcəyik. Həmən bu mahnı ilə Dəniz
kimi mahnısı ilə. İnşallah. Və bu əsəri daha da gözəlləşdirir Leyla xanımın füsunkar səsi, onu bu şeiri səsləndirməsi. Arzu müəllimə də təşəkkürümü bildirirəm. Nəbi Xəzirin oğlu o klipdə gəldi, çəkildi. Bəli, yer alıbdı, gördük. Elə Rasimə xanım da yer almışdı orada. Orada kamança ifaçısı Nigar, Fəriddir, tar ifaçısı. Onlar hamısı uşaqlar, istəmirəm onlara fiziki qüsurlu deyim. Onlar heç elə də deyirlər. Onlar o qədər ağıllı, o qədər dərrakəli, o qədər istedadlı, Rəvanə, Fatimə. Yəni özüm orada arxa hissədə az ifa etmişəm ki, daha çox istəmişəm onların səsini duyum. Hətta orada heyvan da görürsünüz ki, inkluziv heyvandır. O sevir heyvanların qayğısına qalır. 3 ayağı olmağına baxmayaraq o heyvanı küçədən sahibləni bilər. Çünki Leyla xanım təbiətin qayğısına qalır, heyvanların qayğısına, sahibsiz heyvanları, bütün bu yaradıcı insanları hamını həvəsləndirən demək olar ki, bizim dövlətimiz tərəfindən böyük onların təşəbbüsüdür. Yaradıcı insanlara həvəs verirlər və əbəs yeri deyil ki, böyük dahi bəstəkarlarımızın Fikrət Əmirovun, Qara Qarayevin bəstələdiyi böyük əsərlər Ulu Öndərimiz Heydər Əliyevdən, ünsiyyətdən sonra, görüşdən sonra onlar ruhlanıblar, böyük əsərlər, rəssamlar, Səttar Bəhəvzadə kimi rəssamlarımız həvəsləniblər, bu böyük əsərləri yaradıblar. Və bugün də bir daha sübut oldu Nəbi Xəzirin sözlərinə bəstələdiyim Dəniz kimi layihəsi. Bax, tarixdə Leyla xanımın sayəsində... Bəli, çox təsirli idi bizdə, çox təsirləndi elə başda Leyla xanım olmaqla. Əvəz Muradov bunu edib. İş orasındadır ki, bax, Yarpağı da bugün mən səsləndirim. Yəni ki, Gəncəyə Yaylaq Festivalına gedirik, onu da Əvəz müəllim Svideniya edib. Lap gözəl. Çox böyük layihələrdir bunlar. Allah canlarını sağ eləsin. Çox möhtəşəm, çox təsirli bir sujeti, klipi izlədik. Təşəkkürümü bildirirəm. Arif xanımın rəhbərliyinə, Vüsala, Bartuya, Rasimə bacıma, hər kəsə buradan yeganə xanıma doğrudan da bugün yəni ki çox məni necə deyim sevindirdiniz. Fəxr edirəm. Bu yayın istisində insanlar istirahətdədirlər, amma siz böyük həvəslə, böyük coşqu ilə mən rejissorlarımıza, operatorlarımıza hamına təşəkkürümü bildirirəm. Çox sağ olun. Borcumuzdur, amma bu məqamda biz sizdən o gözəl dueti dinləməyə arzusundayıq. Temassız ayırarlar sevgimizi. Möhtəşəm idi. Elza xanım, bu da sizin bəstənizdir. Bəli, bu da mənim bəstəmdir. Neçə illərdir bunu, hətta İstanbulda buna klip də çəkmişdik. Ulus Parkında, yadındadır Vüsal. Düşündüm klipimizdə göstərərlər. Klipimiz də var burada qəşəng. Cavan idi. Qənirə xanım, Allah ruhunu şad eləsin. Amin. Çox gözəl mahnılarını, onun sözlərində mahnılarımız var. Vüsalla da. Nə gözəl. Rasimə xanım, Elza xanımı 3 sözlə təsvir etsəniz, hansı sözlər olardı? 3 dənə söz deyil. Məncə biri istedad, mənə elə gəlir. Özü desin, görək nə deyir. İstedad, zəhmət, bunlar əlbəttə ki, birgə addımlayır. 3 sözə sığmır o. Yəni ki, belə, necə deyim, Allahın lütfüdür da, hədiyyəsidir. 3 söz deyin, sayıram. Birini deyin, yaxşı. Birini deyin. Sevgi, lütf, bir də ki, İstedad. istedad, həyat eşqi. İstedad o, əlbəttə ki, o öz yerində. Həyat eşqi, yəni ki, gərək sevəsən ki, o istedad yaradasan da. İnsan sevməyə. Xüsusi bir enerji var Elza xanımda, o tükənməzdir, mən düşünürəm. O energetika var ha, insana ayrılan. Həyat eşqi də. Bəli, həyat eşqi. Onu da Allah hərəyə öz lütfüne görə verir də. Allah onu doğuşdan Bəs Rasimə xanım, Elza xanım insanları tez tanıyır, yoxsa necə? Yoxsa tez inanır? Tez inanır. Mən insanları inanıram, amma mən bir şeirimdə var ki, bilə-bilə aldanıram. Bilə-bilə aldanıram. Yəni, bəzən qarşımdakı insan sadəcə, siz necə, istəmirəm də o insanın xətrinə dəyim. O elə bilir ki, məni aldadır, amma mən deyirəm ki, şeirimdə də demişəm, bilə-bilə aldanıram. O elə bilsin ki, məni aldadır. İndi aldanmayacaq, Rasimə xanımdan gözəl bir nəğmə dinləyəcəyik. Ay, nə gözəl mahnı idi, çox gözəl idi. Gecəmizi həqiqətən də gözəl nəğmələrlə yekunlaşdırırıq. Amma mənim bir təşəkkürüm var, təşəkkürümü bildirirəm mənim saç ustama, bərbərimə,
və dostuma Nasiroğlu Hacıya təşəkkür edirəm. Mənim isə Doğrudan da hər zaman təşəkkürlərim. Bartu bugün geyimimə görə olacaq. Şafas Butikə dərin təşəkkürümü bildirirəm. Başda Şafa xanım və onun dəyərli kollektivi olmaqla hər bir üzvünə dərin təşəkkürümü bildirirəm. Sonda əziz və dəyərli qonaqlarımız çox sağ olun ki, bugün gəldiniz. Elza xanım, bir daha sizi təbrik eləyirik. Əziz tamaşaçılarımız, siz də sağ olun ki, bugün bizləri izlədiniz. Gecəmizi Bugün isə Elza xanımın ad günü idi və gözəl bir efir sizə təqdim etdik və sonda da elə Elza xanımdan ifası nar ilə gecəmiz ifasını Sözləri dinləyəcəyik. Seyran Səxavətin nar himnini istəyirəm ifa edim və